Salam uşaqlar, belə bir modul bərabərsizlik verilib. Biz bilməliyik ki, modul bərabərsizliyi 2 kök olur. Bir dəfə mənfi qiymət alar, bir dəfə müsbət qiymət. Gəlin yazaq. 2x çıx 11 normal qaydada 7-yə bərabər edərik. Buradan 2x-i tapsaq, 11-in üzərinə 7 gələrik. 18, x bərabərdir 9. Yəni köklərindən biri 9-dur. x1 9. İkinci, 2x çıx 1 çıx 11 bərabərdir mənfi 7. Yəni modul içərisində mənfi 7 elə müsbət 7-yə bərabərdir. 2x-i tapmaq üçün mənfi 7-nin üzərinə gələrik 11. 2x bərabərdir 4, x2 də bərabərdir 2-yə. Demək köklərindən biri 9-a bərabərdir, digər kökü isə 2-yə bərabərdir. Bizdən də soruşur ki, kökləri hasilini tapın. Yəni 9 vurulsun 2 bərabərdir 18. Cavabımız D bəndi.